Salam mənim əzizlərim. Studiyadakı qonaqlarımızı salamlayıram, aparıcılarımızı bir ayrı salamlayıram. Mükəmməl bədənə sahib olmaq istəyirsinizsə, bizi qaçırmayın. Bugünkü elementimiz sinə məşqimizdir. Sinə məşqlərdə həm xanımlar üçün, həm də bəylər üçün çox önəmlidir. Hal-hazırda Samira, biz səninlə bu günləri sinə məşqini eləyəcəyik. Həm də istəyirəm ki, bizi izləyən tamaşaçılarımız da görsünlər ki, düzgün qaydada necə məşq olunur və nə qədər idmanda böyük əhəmiyyəti var bir xanımın və bir bəyin vücudu üçün. Samira, sənin quruluşun oturma tərsin hal-hazırda səhvdir. Elə onu baş salmaq istəyirəm, həm də izləyicilərimiz də görsün. Deməli, təkrardan otururuq, tam arxaya otururuq, tam arxaya, aynı. Kürəyimizi sökədik, belimizi içəri, qollar, əllər yanla, oradan da tuturuq. Qolları biraz qaldırırıq, düzdür. İndi tam sinəyə gətiririk, qarşıya gətiririk. Bəli, düzdür. Aha, bu bir. İndi mən sayacağam. 1 və 2. Dünənki vəyinin acığını çıxırsan da, hə? Davam elə, davam elə. Qadınların dili başına bəladır da. Bu dünənki vəylər deyil. Əslində, düzgün məşq eləmək üçün birinci növbədə diafraqma, düzgün nəfəs alırıq. Güc verdikdə nəfəsi deyə buraxırıq. Geri gəldiyimizdə nəfəsimizi alırıq. Və burada nə edirik? Qollara əziyyət vermirik. Biz burada çiynimizlə sinəmizə əziyyət veririk. Sinə gücü ilə, bəli, bəli, bəli. İki qollarımızı, ikisini də eyni tərzdə, bəli, arxaya və ondan sonra sayırıq. 1 və 2 və davam edirik. 1 və 2 və 3 üstü də elə də və bu arada bizi izləyən izləyicilərimiz ilerleyen saatdə yemək rubrikamızı qaçırmayın. Sağlam qidalanmanı sizə göstərəcəm.